AFFA İntizam Komitəsinin növbəti iclasında 29-cu turun oyunları üzrə bir sıra klublara cərimələr və futbolçulara cəzalar verilib. Yarımada.info xəbər verir ki, İmişli və Sumqayıt FK komandalarının oyununda sarı vərəqələrin çoxluğu səbəbilə İmişli 700 manat, forma qüsuru və gecikmə səbəbilə Sumqayıt 1500 manat cərimələnib. Bundan əlavə, azarkeş davranışları və pirotexniki vasitələrin istifadəsi səbəbilə Sumqayıt ümumilikdə 11.000 manat cərimə olunub. Bildirilib ki, Kəpəz FK komandası sarı vərəqələrə görə 700 manat cərimə edilib. Qeyd olunub ki, Neftçi PFK azarkeşlərinin davranışları səbəbilə klub 2 ayrı qərarla ümumilikdə 13.000 manat cərimələnib. Qarabağ FK isə pirotexniki vasitələrin istifadəsinə görə 7.000 manat cərimə alıb. Məlumata əsasən, Sabah FK klubunun futbolçusu Aleksey İsayev ciddi qayda pozuntusuna görə 2 oyunluq diskvalifikasiya edilib. Klub isə əlavə olaraq cərimələnib.